alnındaki çapıq yadımdadır. Hərdən məni qucağına alanda saçlarını qarışdırıb soruşardım. Bura ne olub ata? O gülümsünüb cevap verərdi ki, şeytan balası cırmaqlıyım. Soruşardım ki, şeytan balası kimdir? Deyərdi ki, şeytan balası sensən. Buralar mən özünə yaman çəkir hicran. Hər dəfə bura gələndə tək tənha oturub xoşbaxt uşaqlıq illərimi xatırlayıram. Bugün mən sənə mane oldum. Yox. Mən bugün ilk dəfə olaraq bura səninlə gəlmək istədim. Atan Mayor Nazarovun yanına getmişdi. Zastavaya? Ne üçün? O bizim görüşməyimizə razı deyil. Mayor məni yanına çağırmışdı. Özümü elə tənha hiss elədim ki, o gün Alek anasından məktub alıb. Uşaqlar hamısı evdən məktub alırlar, bircə məndən başqa. Budur, indi sən də gedəcəksən evinizə. Ev. Bilirsən bu söz nə qədər doğmadır, əzizdir. Mən istəyirəm ki, evimiz olsun. Bizim evimiz. Amma Qəmbər əmi buna razı olmaz. Fərrux, dur gedək bizə. Kinolarda olduğu kimi dayanaq atamın qarşısında. Bax beləcə, deyək ki... Yox, sənin atanla bu cür danışmaq olmaz. Bəs necə? Bilmirəm. Bu akşam vakti xeyr ola müdür. Səfərin aradır. Baş kişi, uşaqlara xəbər ver, sürüləri uzaq aparmasınlar. Sabah qırxacaq. Hava da bulanır. Bu zəhrimar deyəsən, yenə də yağacaqdır. İnşallah yağmaz. Hey! Amürsel, beri gelin. Ağamber, bir gör onlar kimdir? Orada bivaq ve illenirler, ha? Dayan! Dayan! Ha, neçə kere adama deyərlər ki, qızdan əl çək? Ata! Kəs səsini, it küçük it! Sən məni el içində biabır eləmə.